Gününüz xeyirli olsun uşaqlar. 7-ci sinif şagirdləri üçün fizikadan ohm qanunu mövzusunun tapşırıqların izahına baxacağıq. Amma hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Başlayaq uşaqlar sizinlə ə, öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırığa. Burada birinci tapşırıqda deyir ki, Azər şəkildəki elektrik dövrəsini yığdı. Və A variantında deyir ki, lampanın müqaviməti 10 ohm olarsa, onun uclarındakı gərginlik nəyə bərabər olar? Nə qədərdir? Əvvəlcə uşaqlar dövrəyə fikir verəyin. Dövrədə ampermetr qoşulub. Və ampermetr əlbəttə ki, bizə nəyi göstərəcək? Cəryan şiddətini. Özümüz üçün ağ səhvə açaq və səliqəni yazaq. Ampermetr bizə göstərəcək cəryan şiddətini. Və cəryan şiddəti görək nə qədər göstərir? Fikir versək uşaqlar, burada hər bölgünün qiyməti 0,1-dir. Və 1, 2, 3 və 4 bölgünün üzərində dayanıb. Demək ki, hal-hazırda ampermetrin göstərişi I bərabərdir 0,4 amper göstərir. Cəryan şiddəti bilirik ki, I hərfinə işarə olunur və 0,4 amper olduğunu qeyd etdik. Və verilənlərdə bizə vermişdi ki, lampanın müqaviməti 10 ohm olarsa, müqavimət hansı hərflə işarə olunurdu? R bərabərdir 10 ohm. Və onun uclarındakı gərginlik nəyə bərabər olar? U bərabərdir sual işarəsinə. Müqavimətin düsturunu bilirik ki, R bərabərdir U bölünsün I şəklindədir. İndi bizdən burada gərginliyi soruşur axı. Ona görə U-nu çıxarsaq, U bərabərdir. R vurulsun I olacaq. R vurulsun I-yə. İndi gətirib sadəcə bizdən qalır ki, verilənləri yerinə qoyaq. U bərabərdir. R-imiz nə qədərdir? 10-a bərabərdir. 10 vurulsun. İndi I-ni qoymalıq yerinə 0,4. O da olacaq 4 volt. Demək ki, gərginlik nə qədər imiş? U bərabərdir 4 volta bərabər imiş. Bunu həll etdik. B variantında deyir ki, dövrədəki qalvanik elementə daha bir qalvanik element qoşularsa, lampanın müqaviməti dəyişərmi? Və cavabınızı əsaslandırın. Lampanın müqaviməti dəyişməz uşaqlar. Niyə görə? Çünki ohm qanununa görə mövzu izahında öyrənmişik. Ohm qanununa görə dövrə elementinin uclarındakı gərginliyin ondakı cəryan şiddətinə nisbəti sabit kimiyyətdir. Baxın, bir daha deyirəm. Ohm qanununa görə, B variantını burada izah edirəm. Ohm qanununa görə dövrə elementinin uclarındakı gərginliyin ondakı cəryan şiddətinə olan nisbəti sabit kimiyyətdir. Bu da verirdi bizə R müqaviməti. Demək ki, müqavimət nə gərginlikdən, nə də ki, I-dən, yəni cəryan şiddətindən asılı deyil. Ona görə istədiyimiz qədər bura qalvanik elementi daxil etsək, qoşsaq belə, lampanın müqaviməti dəyişməz. Dəyişməz. Sonra da keçək ikinci suala. İkinci sualda bizdən soruşur ki, Nicat lampanın gərginliyini dəyişərkən cəryan şiddətinin qrafikdəki kimi dəyişdiyini müəyyən etdi. Yəni, I-nin U-dan asılılığı bax bu şəkildə düz mütənasib olaraq dəyişib. Və bizə deyir ki, qrafika əsasən lampanın müqaviməti haqqında nə demək olar? Cavabınızı əsaslandırın. Qrafikdə görürük ki, I-nin U-dan asılılığı düz mütənasibdir. Yəni, cəryan şiddəti artdıqca gərginliyimiz də artıb. İndi biz bu qrafika əsasən deyə bilərik ki, gərginlik neçə dəfə artarsa, cəryan şiddəti də eyni dəfə demək ki, artır. Çünki düz mütənasib asılıdır axı. Yazaq uşaqlar, baxın, I-nin U-dan asılılığına fikir verin burada. Belə yazmadım. Deməli, I-nin U-dan asılılığına fikir verin. Düz mütənasib verir. Bu deməkdir ki, gərginlik nə qədər artarsa, cəryan şiddəti də o qədər artacaq. Gərginliyi artırdığın müddət mütləq şəkildə cəryan şiddəti də artacaq. Və gərginliyi artırdıqca, əgər cəryan şiddəti də artarsa, baxın, gərginliyi artırıramsa, cəryan şiddəti artarsa və yaxud da ki, tam əksi,
Gərginliyi azaldaramsa, cəryan şiddəti də azalacaq. Bunlar eyni dəfə artdığına görə müqavimət dəyişməz. Yəni müqavimət burada sabit qalır. Çünki ixtisar gedir burada və müqavimətimiz sabit qalmış olur. İndi B variantına da baxaq. B variantında deyir ki, nicat gərginliyi artırdıqda, yoxsa azaltdıqda lampanın parlaqlığı artar. Əslində bu aydındır. Gərginliyi artırdıqda lampanın parlaqlığı artar. Niyə görə? Çünki bu halda hər bir kulon yükə verilən enerjinin miqdarı artır. Bu baxımdan da əlbəttə ki, biz gərginliyi artırarıqsa, lampanın parlaqlığı da artmış olar. Beni də izah etdik. Və üçüncü suala da baxaq. Üçüncü sualda isə bizə belə bir dövrə verib. Nigar qurduğu dövrədəki lampanın müqavimətini müəyyən etmək istəyir. O lampanın müqavimətini hansı cihazlar vasitəsilə və necə müəyyən edə bilər? Bu cihazlar lampaya necə qoşulmalıdır? Gəlin yazaq uşaqlar, aydın olsun hər birimizə. Deməli, burada Nigar nə etmək istəyir? Müqaviməti müəyyən etmək istəyir. Müqaviməti müəyyən etmək üçün bizə nə lazımdır? Müqavimətin düsturu nə idi? R bərabərdir. U bölünsün i-yə. Demək ki, müqaviməti müəyyən etmək üçün bizə həm gərginlik, həm də cəryan şiddəti lazımdır. Gərginliyi ölçən cihazın adı nə idi? Voltmetr. Deməli, bizə voltmetr lazımdır. Bir də cəryan şiddətini ölçən cihazın adı ampermetr. Deməli, bizə həm voltmetr, həm də ampermetr lazımdır. Növbəti sual bu şəkildə idi ki, bu cihazlar lampaya necə qoşulmalıdır? Bu cihazlar lampaya necə qoşulmalıdır? Voltmetr dövrəyə paralel qoşulur. Ampermetr isə dövrəyə ardıcıl şəkildə qoşulmuş olur. Belə. Üçüncü suala da baxdıq. İndi keçəyin öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsində ilk sual bu şəkildədir. Metallarda elektrik müqaviməti necə yaranır? Metallarda yaranan elektrik müqaviməti sərbəst elektronların metal ionları ilə toqquşması nəticəsində yaranır. Belə toqquşmalar elektronların nizamlı hərəkətinə mane olur. Demək ki, metallarda elektrik müqaviməti elektronların metal ionları ilə toqquşması nəticəsində yaranır. Elektronların metal ionları ilə toqquşması nəticəsində yaranır. İkinci suala da baxaq. İkinci sual belədir ki, Ohm qanunu necə ifadə olunur? Ohm qanunu uşaqlar. Əslində birinci sualda da dedik bunu ki, dövrə elementinin uclarındakı gərginliyin bu elementdən keçən cəryan şiddətinə nisbəti sabit cəmiyyətdir. Bu ifadə edir Ohm qanunu. Ohm qanunu. Bunu yaxşı şəkildə yadınızda saxlayın. Əslində Ohm qanunu hələ müqavimətin düsturudur. R bərabərdir. U bölünsün i-yə. Bir daha deyirəm, dövrə elementinin uclarındakı gərginliyin bu elementdən keçən cəryan şiddətinə nisbəti sabitdir. Üçüncü sual, elektrik müqavimətinin vahidi hansıdır? Elektrik müqaviməti bilirik ki, R hərfi ilə işarə olunur və vahidi ohmdur. Doğru cavab B variantı. Və dördüncü suala da baxaq. U bölünsün R ifadəsi ilə hansı fiziki kəmiyyət müəyyən olunur? Gəl yazaq onu. Müqavimətin düsturu R bərabərdir. U bölünsün I şəklində idi. İndi fikir verin burada. Bizə deyir ki, demək ki, I bərabərdir. U bölünsün R-ə. U-nun R-ə nisbəti hansı fiziki kəmiyyət ilə müəyyən olunur? Əlbəttə ki, cərəyan
şiddəti. Yəni düsturları bir-birindən çıxarda bilərsiniz. Beşinci suala da baxaq. Beşinci sual bu şəkilindədir ki, ağ yataq uşaqlar səliqəni yazaq. Lampadan keçən cəryan şiddəti 0,5 amper, lampanın müqaviməti 6 ohm olarsa, lampanın uzlarına qoşulmuş voltmetrin göstərişi neçə volt olar? Baxın, bir daha məsələni oxuyaq, verilənləri yazaq. Verilənləri yazdıqdan sonra məsələ artıq özü həll olmuş olacaq. Cəryan şiddəti 0,5 amper. Demək ki, cəryan şiddəti I hərfinə işarə olunurdu. I bərabərdir 0,5 amper. Lampanın müqaviməti 6 ohm olarsa, müqavimət R hərfinə işarə olunurdu. R bərabərdir 6 ohm. Lampanın uclarına qoşulmuş voltmetrin göstərişi, yəni U bərabərdir sual işarəsi. Bir daha yazırıq. Müqavimətin düsturu nə idi? R bərabərdir U bölünsün I-yə. İndi bizdən gərginliyi soruşur. Demək ki, gərginliyi U bərabərdir I vurulsun R şəklindədir. Gətirib qoyarıq yerinə. U bərabərdir. R-imiz nə qədərdir? 6. Cəryan şiddətimiz də 0,5. Bərabərdir 3 volt. Demək ki, gərginliyimiz nə qədər imiş? 3 volta bərabər imiş. 3 volt. Sonra 6-cı və sonuncu suala da baxaq uşaqlar. 6-cı sual bu şəkildədir ki, cəryan şiddətinin gərginlikdən asılı qrafikinə əsasən müqavimətin R1 bölünsün R2 nisbətini hesablayın. Baxın uşaqlar, demək ki, biz əvvəlcə R1-i hesablamalıyıq, sonra R2-ni hesablamalıyıq və bunların bir-birinə nisbətini tapacaq. R1 bax birinci qrafikdir. Birinci grafikdə bax buradadır. Bu grafikin kəsişdiyi nöqtəyə baxaq. Bura bir nöqtə qoyuruq. Aşağıya doğru bir perpendikülər göndəririk. Bizə verib burada nəyi? 5. Demək ki, gərginliyimiz 5-ə bərabərdir. U1 bərabərdir 5 volt. Yenə də sol tərəfə bir perpendikülər göndəririk. Burada bizə verir 20. Cəryan şiddətimiz 20-yə bərabərdir. I1 bərabərdir 20 amper. İndi R1-i tapmalıyıq. R1 bərabərdir sual işarəsinə. R1 bərabərdir U1 bölünsün I1-ə. U1-imiz nə qədər idi? 5. I1-imiz də 20. Bərabərdir 4-də 1. Bu da bərabərdir 0,25 ohm. Deməli, tapdıq ki, R1-in müqaviməti 0,25 ohma bərabərdir. Bunu qoyduq kənara. İndi növbəti hissə gəlir R2-ni tapmağa. R2-ni də tapaq uşaqlar. R2 də bax, burada ikinci grafikdədir. Siz uşaqlar diqqət edərsiniz. Sizin qrafik yəni bu şəkildədir. Aşağıda 10 və 10-da kəsişir, yoxsa burada kəsişir. Buna siz diqqət edərsiniz. Çünki bu PDF-lə sizin kitabınızda biraz dəyişiklik ola bilər. Əgər başqa nöqtədə kəsişirsə, ona uyğun həll edərsiniz. Yox, əgər mənim indi yazdığım kimidirsə, olduğu kimi qalır. İndi bu nöqtəyə baxırıq uşaqlar. Buradan bir aşağıya perpendikülər indiririk. Burada gərginliyimiz nəyə bərabərdir? U-ya, 10-a. 10-a bərabərdir. Yazaq ondan. U bərabərdir. Artıq U2-ni tapırıq da. U2 bərabərdir 10 volt. Buradan yenə də bir perpendikülər indiririk. Yenə də burada 10-a bərabərdir. Demək ki, I2-miz də bərabərdir 10 amper. R2-ni tapmalıyıq. Bərabərdir sual işarəsinə. R2-mizin düsturu nəyə bərabərdir? R2 bərabərdir U2 bölünsün I2-yə. U2-miz 10-dur. I2-miz də 10-dur. Bərabər olur 1 ohm. Bunu tapdıq artıq. Amma bizdən bunu istəmirdi. Bizdən istəyirdi ki, R1-in R2-yə nisbəti nəyə bərabərdir? Və ən son etap gəldi. R1-in R2-yə nisbəti. R1-imiz nə qədər idi? 0,25. 0,25 ohm. Bölünsün. R2-miz də 1 ohm idi. 1 ohm. Ohmlarımız ixtisar getdi.
0,25'te 1'e böləndə edəcək. Yenə də 0,25. Demək ki, r1-in r2-yə nisbəti 0,25-ə bərabər imiş. Belə uşaqlar, bu şəkildə sizinlə bütün sualları analiz etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi, öz gələcəyinizin memarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Sağ olun uşaqlar.